Gələn il Bakı təşəbbüs qrupunun hesabatında kolonizasiya bölgələrinin sayı artacaq. Qrupun fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyimiz ərazilərin sayı 14-ə çatıb. Bu barədə Bakı təşəbbüs qrupunun icraçı direktoru Abbas Abbasov 14 dekabr dekolonizasiya gününə həsr olunan 2024-cü il üzrə hesabatın təqdimatında bildirib. O, kolonizasiyadan əziyyət çəkən ərazilərin və xalqların sayının azalacağını ümidvar olduğunu deyib. Təşkilatımız 2024-cü ildə 17 beynəlxalq konfrans keçirdi. Bu konfransların bəziləri BMT-nin qərargahlarında New Yorkda, Cenevrədə və Viyanada həyata keçirildi. Həmçinin də bildiyiniz kimi təşkilatımız beyin mərkəzi olaraq da fəaliyyət göstərir və komandamız bu il 7-dən çox hesabat hazırlamış, dərc etmiş və aidiyyəti üzrə beynəlxalq təşkilatlara təqdim etmişdir.